Axşamınız xeyir olsun, əziz müəllimlər. Bugün sizlə birlikdə biz ümumi bir təkrar edəcəyik. Həm də sabah ilk imtahana başlayırıq artıq. Biz bilirsiniz ki, qruplarımızda həm sertifikasiya hazırlıq olur, həm müəllimlərin işə qəbuluna hazırlıq olur, həm də əlavə ümumi ola bilər ki, kurslarda işləmək istəyənlər, özünü təkmilləşdirmək istəyənlər də qoşulurlar. Və beləliklə biz bugün sabah ilk imtahandır və bilirəm ki, hətta miqə gedənlər də sizi səbirsizliklə gözləyirlər ki, görək bu ilki imtahana gedənlərdən ilk mesaj necə gələcək, hansı əhval-ruhiyyə ilə və təəssüratla ayrılacaqsınız və düşünürəm ki, sizdən sonraki imtahan verəcək müəllimlərə də bir stimul olacaqsınız siz. Deməli, belə, məncə qoşulmusunuz və heç bir problem yoxdur. Səsdə, görüntüdə bir problem yoxdur ki, mənim üçün Zoom rahat olduğundan dolayı Zoomda açmaq istədim canlını. Yəni bir problem yoxdur ki, hər şey qaydasındadırmı? Bir dənə görüntüdür, səsdir, heç bir problem yoxdur, hər şey qaydasındadır. Vəssalam. O zaman biz başlaya bilərik. Qoşula bilmirəm. Əlbəttə olar. Hamı icazə istəyir qoşulmaq üçün. Əlbəttə ki, video publikdirsə, deməli ki, qoşulmaq olar. İcazə istəməyə belə ehtiyac yoxdur. Deməli, müəllimlər, ilk öncə mən, deməli, təbii ki, demişik bunu bir neçə dəfə, amma hər dəfə də səhər imtahandır deyəndə müəllimlərlə bir qısaca bir imtahana gedərkən nələrə diqqət etməliyik, o məqamların üstündən keçirik, daha sonra testlər işləyirik. Çünki siz bilirsiniz ki, imtahan sadəcə bilik bacarıq testi deyil. Və imtahandan Allah göstərməmiş uğursuz olan müəllimlər də sadəcə biliksiz müəllimlər olmur. Bəzən həqiqətən həyəcanını idarə edə bilməyən müəllimlər olur, vaxtını düzgün bölə bilməyən müəllimlər olur və ya o qədər özlərinə yüklənirlər ki, həmin günü həqiqətən çox ağır qızdırma olan olur və yaxud da ki, baş ağrıyıb heç yatmayan olur. Bu da sizə təsir eləyir. Ona görə də sizə bugündən artıq sabah imtahana gedəcək müəllimlərə mən sizə deyə bilmərəm ki, həyəcanlanmayın. Onsuz da hamı sizə elə deyir, həyəcanlanmayın. Və təbii ki, həyəcanlanmayın deyəndə də bir insana çox dedikcə hamı düşünür ki, yəqin həyəcanlanmalı bir şeydir. Hamı mənə deyir ki, həyəcanlanmayın. Normalda, yəni rahat olan insanlar da başlayırlar həyəcanlanmağa. Ona görə mən sizə demirəm elə, ay həyəcanlanmayın. Yəni yaşadığınız hissləri ən əsası dərk edin. Siz keçirsiniz metodikadan da. Biz özünü dərklə başlayın ki, mən bu anda nə hiss edirəm, mənim hiss etdiyim həqiqətən də stressdir, həyəcandır və bu həyatdır və normaldır. İmtahana gedən insan həyəcan keçirər. Burada qeyri-adi bir şey yoxdur. Yetər ki, bunu dünyanın sonu imiş kimi qəbul etməyin. O halda heç bir problem olmayacaq. Bir də müəllimlər, ən çox bu son günlərdə müəllimlərimiz yazırlar ki, elə bilirəm, heç nə bilmirəm. Ümumiyyətlə imtahan vaxtı çıxanda bir də son elə bir ki, imtahana gedəcək vaxtda adamda elə olur. Elə bilirsən ki, sanki beynin silinibdir, sıfırlanıbdır və heç nə bilmirsən, bildiklərinin çoxunu unutmusan. Bu tamam normal bir hissdir. Yəni heç nə bilmirəm hissi normal bir hissdir. Onsuz da müəllimlər ən təhlükəli cahillik deyirlər. Özünü bilikli sayan cahillik. Heç bir Allahın bəndəsi deyə bilməz ki, mən hər şeyi bilirəm. Mən bu dəqiqə özüm imtahana gedim, mən deyim ki, yalandan yekə ki, yox, mən ingilis dilində hər şeyi bilirəm. Orada gəlib 100% yazacağam. Adama deyərlər boş-boş danışma, cahil-cahil danışma. İngilisin özü ingilis dilini 100% bilmir və ya biz Azərbaycan dilini 100% bilmirik. O qədər məktəb vaxtı şeirlər, qəzəllər əzbərləyirdi. İçində nə qədər bilmədiyimiz sözlər olurdu. O ki qala xaricidir. Ona görə də normal qarşılayın. Yəni orada sizin bildiyiniz suallar da ola bilər, bilmədiyiniz də və heç kəs mükəmməl deyil. Sizə dərs keçən müəllimlər özləri belə hər şeyi bilmirlər. Nəinki siz də deyəsiniz ki, mən imtahana gedib yox, hər şeyi mütləq yazmalıyam. Yəni perfectionist olmayın. Dvekin qapalı düşüncəsinə özünüzü aparıb salmayın. Səhv edəndə edəcəksiniz. Həyəcan keçirdirsiniz, deyin lap yaxşı. Mən məsuliyyət hissim var deyə həyəcan keçirdirəm. Həyəcanı kim keçirtməz? Məsuliyyətsiz adam, hazırlaşmayıb vecinə deyil. Amma mən həyəcan keçirdirəm çünki zəhmət çəkmişəm. Həyəcan keçirdirəm çünki bu bir imtahandır və bu normaldır. Amma mən özümü idarə eləyə bilirəm. Dərindən nəfəs alırsınız və ancaq o anda olan situasiyalara fikir verirsiniz. İmtahandan sonra çıxanda nə olacaq məsələlərinə qətiyyən girmirsiniz siz. Çıxandan sonra mənə qonşum soruşacaq, nə deyəcəm, müəllim yoldaşım məndən çox yığacaq, necə olacaq, el olacaq. Yadınızda qalsın müəllimlər. Siz özünüz özünüzə çox maraqlısınız deyə elə bilirsiniz ki, bütün dünyada sizlə maraqlanır. Mən özüm də, özümə də deyirəm. Yəni hər kəs
Özü özünə o qədər maraqlıdır. İnanın sizin yığdığınız ballar bir neçə ay keçəndən sonra hamının yadından çıxacaq, heç kəsin yadında da qalmayacaq. Sadəcə bir neçə gün müddətdə, yəni müzakirə ediləcək və salam. Sonra da ancaq bu sizin yadınızda qalacaq. Day elə bilməyin ki, dünyanın mərkəzində oturmusunuz, hamı bu dəqiqə sizə baxır, yazmasam biabır olacam kimi fikirlərə qapılmayın. Hər şey çox gözəl olacaq və bir də müəllimlər, bu vaxtı tamam olan müəllimlər ilk dəfə təbii ki, miqdən keçən müəllimlərdir və mən ümumiyyətlə ümumi statistikada göstərir ki, bu müəllimlərin nəticəsi adətən yüksək olur. Siz onsuz da sizə əlavə hazırlıq lazım deyil ki, işə düzələndə də miqlə düzəlmisiniz deyə, siz onsuz da bu imtahana hazırsınız. Səhv düzü aparmaq məsələsi və sair var müəllimlər. Onu mən sizə deyəcəm, çünki keçən Azərbaycan dilindən bildiyim imtahandan kəsilən müəllim var ki, hamısını yazmayıb çıxıb, elə bir ki, səhv düzü aparır. Hər dəfə də biz deyirik ya deməyinə. Deməli birinci həyəcandır. Bu dəqiqə hal-hazırda elə bilirəm, ay Allah, heç nə bilmirəm. Hissləri tamam normaldır. Normal qarşılayın, rahat olun. Gedin axşam rahat yatın, səhər gedin imtahandan çıxıb görəcəksiniz ki, gedəndə görəcəksiniz ki, boşuna bu qədər stres keçirmisiniz. Müəllimlər, vaxt məsələsi. Bir də səhv düzü aparmaq məsələsi. Bax, bu imtahanda səhv düzü aparmır. Yetər ki, oradan heç bir sualı boş ötürüb çıxmayın. Yəni, bütün sualları cavablandırın. Bildin, bilmədin. Yəni orada boş sual niyə qoyasan ki? Miq deyil ki, miqdə səhv düzü aparır. Amma sertifikasiyada səhv düzü aparmır. Amma əsas məsələ vaxtı necə böləcəksiniz? Girəndə ola bilər ki, ilk sualdan açandan görə bilərsiniz ki, sual böyükdür və ya bilmədiyiniz sual. O dəqiqə, yəni həyəcanlanmayın. Keçin növbəti suallara. Yəni ancaq bildiklərinizi yaza-yaza gedin. Onsuz da olacağı bildikləriniz. Hətta orada 4-cü, 5-ci sinif səviyyəsində, onların KSQ-ləri səviyyəsində suallar olacaq. Bir 30 dənə falan çox rahat olacaq. Sizə heç imtahandan keçməyə olar bəsdir. Daha sonra biraz da özünüzü toparlayacaqsınız ki, yox, mən 51 plus yazmalıyam. Yəni bunu da bacaracaqsınız. Yetər ki, vaxtınızı düz bölün. Saatda ekranda saatınız görünəcək. Narahat olmayın. Saata baxarsınız və bildiyiniz, sizə rahat gələn sualları işləyə-işləyə gedin, çətinlərini saxlayın. Yanınızda sizə dəftər də verir, vərəq də verirlər, ruçka da verirlər, lazım oldu su da verirlər. İmtahan o qədər gözəl təşkil olunur ki, yəni hətta evdə oturub işlədiyiniz sınaqlardan belə çox daha yaxşı yaza bilərsiniz. Çünki həqiqətən insanın fikrini yayındıracaq imtahanda heç bir faktor olmur. O qədər güclü nəzarət, səssizlik, bir dənə barmağını qaldırdın, su istəyirsən su verirlər, vərəq istəyirsən vərəq verirlər. İstəyirsən birdən 60-a rəqəmləri yaz. Özlüyündə orada not elə ki, özün üçün, misal üçün hansı sualı bilmədim, qabağına sual qoy. Lab o birilərin cavablarını da yaza bilərsən. İndi mən heç vaxt eşitməmişəm. Bəzən müəllimlər deyir ki, texniki problem olur, nə kompüterim belə söndü. Mən görməmişəm. Amma bəlkə də olur, heç kəsi də yalançı çıxarmayım. Elə şeydən narahatsızsa, qırağa vərəqə yazdığınız cavabları qeyd edin. Lap tutaq ki, daha belə istisna bir durum, mində bir olar, kompüterdə nəsə oldu. Yanında kompüter yenə də oradan cavablarınızı ora köçürdərsiniz. Yəni bunu da edə bilərsiniz. Vaxt məsələsini elə bölüşdürəcəksiniz ki, sadələri axıra qədər işlədiniz, sonda sizə çətin gələn sualları düşünəcəksiniz. Bir də ələmədən istifadə eləyəcəksiniz. Yəni hansı variant heç qətiyyən olmaz. Onları çıxın. Yəni bilməyib atacaqsınızsa da variantı, o zaman da heç olmasa bildiyiniz alternativlərin, məntiqli alternativlərin arasından seçim edin ki, düz çıxma şansı çox olsun. Və müəllimlər, bütün sualları yazırıq. Boş sual ötürmürük. Ay mənim çoxlu qırmızım qalmışdı, hələ yazmamışdım. Bir də vaxtım bitdi. O qədər müəllim bunu mənə deyibdi ki, ona görə sizə deyirəm. Ay müəllim, bir də gördüm 3 dəqiqə qalıb, hamısını yazmağa çatmadım. Bilirsizmi, bu biraz da acizlik əlamətidir. Bunu mən müəllimlikdən əlavə bunu acizlik kimi qiymətləndirirəm. Yəni bu qədər təlimatlar, bu qədər deməli, maarifləndirmələr, hər şey haqqında məlumat verildiyi halda səhv düzü aparmırsan, niyə oradan yazılmamış sualla mən çıxmalıyam ki? Ona görə də orada yazılmamış sualla içəridən çıxmayın. Bir də içəri soyuq ola bilir. Bax, bu problemlə də müəllimlərimiz qarşılaşırlar. Mən özümdə də olub. Məsələn, çox oturan müddətdə olur ki, stiff back deyir ingilislər. Yəni kürəyin çox tutulur, dəhşətli ağrılar girir kürəyinə. Bəzi adamların həqiqətən də fikrini yayındırır. Mənim özümdə də var belə bir problem. Kompüterlər olduğu üçün imtahan o otaqları çox vaxtı soyuq eləyirlər kondisionerlə. Yəni çox da alışıq deyilsiniz, vərdiş deyilsinizsə, ola bilər ki, yayın isti günündə belə orada üşüyə bilərsiniz və ya həyəcandan titrəyə bilərsiniz. İstəsəniz özünüzlə çiyninizi atmağa nəsə bir şey götürə bilərsiniz. İsti olar, nə gözəl çıxarıb qoyacaqsınız stolunuzun arxasına ya üstünüzdə qalacaq. Amma soyuq olarsa bir çiyninizi atmağa istəsəz nəsə götürərsiniz. Cavabları qeyd etməyi də dedim. İmtahan çox yüksək səviyyədə təşkil olunur. Qalan orada heç bir texniki problem falan inanmıram. O qədər nəzarət eləyirlər ki, ümid edirəm hər şey gözəl olacaq. 120 dəqiqə vaxt var. İnanın normal oxuyan adama polnu bəs eləyir vaxt. Heç axıra qədər qalmağınıza belə bəlkə də ehtiyac olmayacaq.
Səhv düzü aparmır, yox. O miqdadır, dedim. Hə, bax belə. Qurtardı. İndi isə məncə testlərə keçə bilərik. Mesajları da maşallah o qədər çox yazmısınız ki, bilmirəm ki, oxuyub. Yarım saata da çıxa bilərikmi? Bəli, keçən il hətta bizim müdavimlərdən biri imtahan başladı. Yarım saat idi ya 35-40 dəqiqə idi. Bir də gördüm sevinə-sevinə zəng edir ki, müəllim hətta məndən müsahibə də götürdülər. Ən tez çıxan müdavim kimi. O müsahibəsini mən paylaşmışdım Facebookda da. Yəni yarım saat müddətində sən qurtarmısansa, amma mən sizə tövsiyə etməzdim düzü. Çox sırf tez qurtarım baxımından. Onsuz da fərqi yoxdur. İmtahanı neçə dəqiqəyə bitirməyin bizdə tətbiqdə müəllimlər bilirlər. İki adam eyni bal yığıtdısa, qısa müddətdə işləyənin adı yuxarı çıxır. Amma burada önəmli deyil müəllimlər. Mən sizə tövsiyə etmirəm qaça-qaça test işləyib çıxmağı. Yarım saata işlədiniz, nə gözəl. Afərin sizə. O zaman yarım saata bitirin. Təzədən bir də təkrar qayıdın sualların üstünə. Göz gəzdirin. Ola bilər diqqətinizdən qaçan nələrsə olubdu. Müəllimlər, bir də psixoloqlar araşdırıblar. Bu barədə çoxlu araşdırma ediblər ki, İnsan birincidən düşünür, nəyisə düz qəbul edir, yazır. Təzədən təkrar baxır, özündən beixtiyar dəyişir o cavabı. Və çox vaxtı iki cür cavab dəyişmə var. Ya biz görürük ki, həqiqətən birincidə sualı səhv oxumuşuq. Nəyisə diqqətsizlik etib dəyişmişik cavabı. O zaman okey, əladır. Amma bəzən də sırf içimizdən bir söz, səs bizi çaşdırır sanki, qarışdırır ki, yox, bu cavab A olmaz, B olar, bunu dəyiş. Adətən normalda araşdırmalar da göstərir ki, səbəbi bəlli olmadan dəyişdiyimiz cavablar normalda ikincisi səhv çıxır. Çünki insanın şuur altında olan birinci cəhdi, ilk düşündüyü cavab doğru cavaba daha yaxın ehtimal olur. Ona görə də heç bir əsassız, səbəbsiz ilk dəfə beyninizin dediyi cavabı götürmüsünüzsə, yəni bir əsasınız yoxdursa, həqiqətən də cavabı səhv oxumamısınızsa, dəyişməyin. Sualın cavabını əsassız şəkildə dəyişməyin. Çünki bunun peşmanlığını yaşayan müəllimlərimiz o qədər çox olublar ki, ona görə deyirəm, dəyişdim, səhv çıxdı. Belə, metodikaya gəlincə müəllimlər, metodikada keçən ildə olurdu 2 sual falan çox qarışıq. 2-3 sualda ola bilər ki, yəni baxırdın ki, sual 2 başlıdır. Bəlkə də bu il olmayacaq. Amma 2 başlı suallar olsa belə, bir dənə başı, 2 dənə əli ayağı olan normal suallar da olur. Hardasa bir 4 dənə, 5 dənə sualı, hətta metodikaya hazırlaşmayan müəllim də öz praktik təcrübəsinə əsaslanaraq məntiqi ilə düz yaza bilər. Yetər ki, sualları düz oxuyun, təhlil edin. Həyəcan, çıxıb kimə nə deyəcəm, evdən yoldaşım soruşacaq nə deyəcəm, direktora nə deyəcəm. İnanın belə şeyləri fikirləşməyib. Suallara konsantra olsanız, bu imtahandan keçməyən olmayacaq. Hamınız keçəcəksiniz və çoxunuz da elə 51 plusu yığacaqsınız. Çünki həqiqətən də imtahan yəni achievable-dır. Rahat şəkildə normal diqqətlə yazdığınız müddətdə 51 plusu yığa biləcəyiniz bir səviyyədə imtahandır. Kimsə deyirsə çətin olacaq, onlara da inanmayın. Boş-boş yerə sizi stresə salırlar, özləri də bilmirlər, sadəcə olaraq ehtimal da ortalığa atırlar. Belə şeylərə də inanmayın. Bax belə. İndi isə gəlin başlayaq testlər işləməyə sizlə birlikdə. Əslində bugün üçün mənə bəzi sifarişlər var idi. Müdavimlərimiz bəzi mövzuları xahiş etmişdilər ki, axşam bir də canlıda onlara baxaq. Mən də biraz qarışıq testlər hazırladım sizə. Həm öz testlərimdən, həm MHM-dən, Time-dan, fərqli test banklarından yığılmış suallardan canlıya gətirmişəm ki, birlikdə işləyərik. Sınaq harda var? Günel Əliyeva, sınaq harda var sualının cavabı çoxdur. Yəni harda var deyəndə ki, bilmirəm, bizim müdavimsizsə tətbiqdə var. Qalan da bu aralarda bütün digər müəllimlər də sınaqlar paylaşıblar. WhatsApp qruplarda falan, onu deyirsinizsə. İndi hal-hazırda mesajları hələ ki bağlayıram. Zoom-un yeniliyidir, direktə yönləndirmək olmur. Ancaq ya hamıya gəlir belə. Keçək testlərə. Gözləyin indi. Hə, belə. Deməli, müəllimlər, sizə bir paraphrasing testləri də hazırlamışam bir-iki dənə. Çünki paraphrasing də düşür. Qrammatika testləri də. Çatdığımız qədərinə baxarıq. Gəlin, bax belə. Birinci sualdan başlayaq. Misal üçün, bu tip bir sualdır, yəlikal sualıdır. Düşəndə necə yazacağıq, onlara bir baxaq. Məncə mesajları mənə direktdə yaza bilirsiniz, public yaza bilmirsiniz hal-hazırda.
Bu ilmilikdə nə qədər adam var, filan var, peşman var. Siz o şeylərdən başınızı yormayın. Çox da elə fərqi yoxdur onların. Baxın müəllimlər, birinci testin indi açıram mesajı, cavabınızı yazın görüm nə düşünürsünüz burada. Cavabı yazın, sonra bağlayarıq. Deməli, Y, D variantları yazmısınız. Y və D variantları. Okey. Ən çox da Y yazmısınız. İndi gəlin biz baxaq görə hansı düzdür. Okey, sizcə müəllimlər, indi ikisinin arasında deməli bir müdavim bu imtahana getsə belə bir sualda iki variant arasında qalacaq. Deyirsiniz, çox vaxt ay müəllim, nə etsəm də iki variantın arasında qalıram. Deməli, biz baxırıq ki, ismin önündə təyin funksiyasında bir ifadə verməliyik. Yəni, 2 həftəlik bir vacation, məzuniyyətdən bəhs edirik. Və o zaman sayıla bilən tək isimlər yadınızda qalsın ki, əgər bunu defisdən vermisinizsə, sayıla bilən tək ismin mütləq burada sifətin önündə artiklı olmalıydı. A 2-week holiday demeliydiniz. A 5-hour walk demeliydiniz. Defislə verdiyiniz təqdirdə ismə baxacaqsınız ki, isim sayıla bilirsə, onun determinisini vermədisə, yandınız o zaman. Yəni, bax, burada determinist verməyibdir. Defisli ifadə sayıla bilən tək isim artiklı vermədiyindən dolayı D variantı yazanlar səhv yazırlar. Y variantı yazanlar düz yazıb. Niyə? Çünki biz bu kimi durumlarda iki cür strukturdan istifadə edirik. Ya defislə cəmləmirik. Bir də yadınızda qalsın müəllimlər, defis varsa possessivdə olmaz. İki cür struktur verirsiniz. Ya defislə belə deyirik də, ya defis verirsiniz, cəmləmirsiniz, yəliyə salmırsınız, ya da normalda yəlik hal sadəcə in deyil, lıqlik kimi. Misal üçün 2 həftəlik bir məzuniyyət kimi normal yəlik hal strukturundan istifadə edirsiniz. İndi siz mənə deyə bilərsiniz ki, bəs bunun qarşısında e olsaydı düz idi. Normalda olmur müəllimlər. Yəni normalda dördüncü strukturda veriləndə defislə qeyri-müəyyən artikl orada mütləq olmalıdır. Olmasa səhvdir. Possessivlə veriləndə olmur. Amma bəzi qrammatik mənbələr var ki, misal üçün Eastwoodda da var. Bu cür situasiyalarda e artiklını mörtəzədə yazır ki, optionaldır. Yəni ola da bilir, olmaya da. Bu sizə düşməyəcək onsuz da. İnanmıram elə istisnalar düşər. Və bu baxımdan doğru cavabımız Y-dir. Niyə A deyil? Çünki 2 həftəlik bir məzuniyyət deyirsinizsə ya defis, ya da yəlik verməliydiniz. B-də də biz 2 weeks defis olanda cəmləmirik. C-də defis olanda cəmləmirik. Ümid edirəm hər kəsə aydındır. İndi isə bir cümləni doğru fikirlə tamamlayacaqsınız və təyin budaq cümlələrindən bildiyiniz qaydaları tətbiq edəcəksiniz. İkinci sualımız. Buyurun. Bu testlər qaydaları təkrar etmək üçündür. Yəni demirəm mütləq sizə belə bir sual düşəcək. Bundan da çox-çox rahat düşsün təki. Sadəcə biz öyrənəcəyik bu suallar vasitəsilə, bir də təkrar eləyəcəyik. İndi cavablarımızı yazaq. Buyurun, ikinci sual üçün nə düşünürsünüz? Qeyd eləyə bilərsiniz. B, C, D, Y. Gördüm cavabların arasında. Hı -hı.
Misal üçün 6 C yazanlar. Təyin budaq cümlələrində sözünü plus ya whom ya which özündən sonra isim varsa da whose ola bilər. Qalanları ola bilmir. Sözünü plus zət olmur. İnzət ancaq bir advanced, yəni akademik situasiyalarda istifadə olunan because-u əvəz edən bir bağlayıcı mənasındadır ancaq. Nisbi əvəzlik kimi bir daha deyirəm. Cansızdan danışırsınızsa sözünü plus which, insandan danışanda sözünü plus whom. Boşluqdan sonra da isim varsa, yəliklik varsa, possession, sözünü plus whose verə bilirsiniz. Deməli, whom, which, whose'dan başqa qalanlarını siz verməyəcəksiniz sözünü ilə. 6 səhvdir. C yazanlar o baxımdan səhv yazıb. D yazanlar da səhv yazıblar. Çünki hamısı ola bilmədi. Və burada bir məqam var müəllimlər. Nə keçmişik? Bu dərslikdə də var deyə mən bu punktu həmişə müəllimlərə deyirəm ki, çəkib müəllimlər hətta atırlar ki, Ülker müəllimə dərsliyin arxasında yazılıbdı ki, nisbi zərflərdən when cümlədən atıla bilir və ya cümlədən atıla bilmir. Bu nə deməkdir ki, biz bunu başa düşmürük. Niyə when atılır və ya atılmır? Gəlin indi baxaq görək niyə atılmır və ya. Bax, burada bizə verilən hissəyə baxırıq. Əlinizdəki məluma əsasən məchulu, verilməyəni tapacaqsınız. Bizə deyir ki, bu bir məqalədir ki, və boşluqdan sonra deyir ki, orada mən vacib informasiyalar oxumuşam. Yer kürəsinin nəzəriyyələr haqqında orada vacib informasiyalar oxumuşam. Deməli, müəllimlər, mən oxumuşam bu vacib informasiyanı bu məqalədə, harada, orada oxumuşam. Məndən bu təyin budaq cümlələri görürəm ki, məkanlıq istəyir. Yəni, boşluğun önündə yer bildirən söz. Məsələn, boşluğun önündə Qəbələ var verə bilərdim, Bakı var verə bilərdim, desert var verə bilərdim. Amma məqalədə də mən deyə bilərəm ki, bir kinoda çoxlu maraqlı faktlar gördüm. Oxuduğum jurnalda maraqlı məqaləyə rast gəldim. Harada deyirsiniz? İndi, bəs siz boşluğun önündəki söz məkansallıq ifadə etdiyi halda nə edirsiniz? Birincisi, və verirsiniz. Cümlənizi tam verirsiniz. Amma sonu burada inlə bitə bilməzdi. Mən demirəm, və olan cümlədə in ola bilməz. Əgər inin özündən sonra sözün ismi varsa, məsələn, in July, in, nə bilim mən, in the house. Belə olsa, bununla işimiz yoxdur. Amma cümlə sonu inlə bitsə, artıq o deməkdir ki, bu və üçün oradadır. Söz önü yoxdursa, bəli, məkanlıq bildirəndə biz və plus tam cümlə veririk, bir düzdür. 2-yə baxırsınız. Və yəni in which, on which, at which əvəz edə bilər. Məqalə normalda da inlə ola bilir deyə mən in which deyə bilərəm burada. Heç bir problem yoxdur. Və yəni in which mənaca da fərqlənməyəcək. 3-ə baxırıq. Bəs müəllimlər, və yəni mən cümlədə götürsəm, in which ilə əvəz etsəm, başqa cür necə verə bilərəm? Sadəcə zət verə bilərəmmi? Xeyr. Yadımızda qalsın ki, digər nisbi əvəzliklər heç biri təklikdə məkansallıq ifadə edə bilmir. Zət də, digərləri də, onlar nə yəliklik bildirə bilmirlər, nə məkansallıq bildirə bilmirlər. Ona görə də, bax, zətin inini vermişik burada. Sonda in verdiyimiz üçün bu cümlə düzdür. Ya boşluq verib sonda in veririk, ya da zət verib sonda in verəndə artıq məkan olur. Amma in zət demirəm. Çünki zət yanına sözünü almır. Amma məkanlıq varsa zət və sonda sözünü, bəli, bu zaman düzdür. Bəs yaxşı, 4 necə? 4-ə baxıram. Və ya which, sonda da in verirəmsə düzdür. Bəs müəllimlər, təkcə which versəydim insiz, mən və yəni which ilə əvəz edə bilərdimmi? İndi öz dediyimi özümə qaytarım. Bəli, 4 düzdür. Çünki məkanlıq istəyirsə which və in var. Bəli, siz mənə deyirsiniz ki, teacher heç bir nisbi əvəzlik təklikdə və yəni əvəz edə bilmir. Biz onun söz önsünü vermirik. Məsələn, və-nin özündə içində dadəsi var. Amma digərlərində o dadəsi, məkanlığı yoxdur. Mən in which, ya which in deməliyəm. Ya zət sonda in deməliyəm, ya boşluq sonda in deməliyəm. İndi siz bu fikirlərə baxın görək. Niyə 5 düzdür? Yox, səhvdir. Niyə 5 səhvdir bəs? Ata bilmərəm ki, mən burada və-ni. Atmışam da boşluq olsun. Axı boşluqdan sonra mübtəda olanda atıla bilirdi. Çünki deyəcəksiniz ki, teacher, siz və-ni ata bilmirsiniz. O şərtlə ata bilərdiniz ki, atıb sonda in verərdiniz. Bax, burada in versəydim, düz olacaqdı. Boşluq sonda in. Amma sən məkansallığı vermədinsə, onda səhvdir. Deməli, cavabımız nə olur müəllimlər? 1, 2, 3, 4. Aydın oldu bu qayda. İndi
Müəllimlərimizin xahişindən bir dənə də nida cümləsi. Bunlar müəllimlərin sifarişindən yığılıbdır bu testlər. Nə deyiblər, onları yığmışam. Buyurun, üçüncü sual. Mesajları bağlayaq və siz rahat-rahat düşünün. Bir dəqiqə açacağım. Bunu saxlamaq istəyirəm artıq. Çünki buna ehtiyac yoxdur. Bir dəqiqə gözləyim. Yayımı dayandırım. Bitirim. Buyurun. Mesajları açıram. Doğru cavablarınızı mesaj bölməsinə qeyd edirsiniz. Hansıdır düzgün nida cümləsi? A, Y yazanlar var, D yazan da var, B yazan da var. Okey, C yazan da var. Yaxşı ki 5 variant var. Amma daha çox variantlar A'dır. Deməli deyir ki, bu mənə çatmır deyirsiniz. Çatar, çatar. Siz nəyə deyirsinizsə ki, əgər bu onsuz da mənə çatmır, mən onsuz da bunu bilmirəm, o zaman bilməyəcəksiniz. Çünki bumerang kimi dilimizdən çıxan fikirlər bizi gəlir mütləq tapır. Nəyə deyirsinizsə həqiqətən də elədir. Onsuz da mən bunu öyrənəcəm, öhdəsindən gələcəm deyirsə həqiqətən gələcəksiniz. Mən gedib imtahandan həqiqətən yüksək bal yığacam deyirsə həqiqətən yığacaqsınız. Amma bacarmıram, uğursuz olacam desəz, uğursuz ola bilərsiniz. İndi ekranımı görürsünüzmü? Bəziləri yazıb ki, ekranınızı görmürəm. Bir də paylaşım mı təkrar? Bir nəfər yazmışdı, görmürəm. Amma məncə görərsiniz ekranı. Hər şey qaydasındadır məncə. Gəlin baxaq. Düzgün nida cümləsi seçirik. Sizlə birlikdə işləyəcəm, siz də mənə kömək eləyəcəksiniz. Çoxu A yazır. Deyirlər ki, yox, teacher, A düzdür. Niyə? How extremely lovely your sister looks. Niyə A düzdür? Necə də olduqca sevimli görünür sənin bacın deyir. Gəlin biz baxaq cümləmizin xəbərinə. Müəllimlər, cümlənin xəbəri lookdur, görünmək. Look, smell, taste, be, stand, remain, stand. Bunlar nədir? Bunlar link verblərdir. Link verblər özlərindən sonra nə istəyir? Sifət istəyir. Və bu məqamda bizim köməyimizə hansı qayda çatır? Biz öyrənmişdik ki, hər elva ilə bitən sözlər zərf deyil. Friendly, lovely, manly bu sözlər nə idi? Sifət idi. Elva ilə bitən sifətlərdir. Deməli, necə də gözəl görünür, səmimi görünür deyirəm və lovely sifətdir. Looks da onsuz da sifətlə işlənəcəyi üçün düzdür. Bəs burada extremely nəçidir? Niyə burada zərf var? Çünki extreme olsaydı səhv olardı. Sifət sifəti təyin edə bilməz. Zərf sifəti təyin edər. Başa düşdük onu da. Deməli, beləliklə bu düzdür. A variantı yazanlar düz yazıblar. Bəs digərləri niyə səhv yazıb? Sizcə B yazanların günahı nədir ki, bunların variantı səhv çıxıbdı? Çünki taste link verbdür. Əgər taste özündən sonra isim alsa, link verb deyil. Mən bu yeməyin dadına tələsə-tələsə baxdım. I tasted the milk quickly deyə bilərəm. Çünki isim gəldi. Amma özündən sonra isim yoxdursa, bu taste, smell, look bunlar link verbdür. Eləcə də müəllimlər, lookdan sonra söz önü gəlsə link verb deyil bunlar. Daha nisbətən sadə tipli testlər seçmişəm, sertifikasiyanı nəzərə alaraq. İndi, burada da baxıram ki, sweetli olmaz da, müəllim. Tort şirin dad verir, lap yaxşı, amma sifət verməliyiz. Bəs C yazanların günahı nədir? How extreme exhausted. Burada bir dayanıram, deyirəm, ay extreme, sən sifətsən. Sifət, participle to'nu, sifət başqa bir sifəti təyin edə bilirmi? Yox, edə bilmir. Bilirsiniz nə vaxt sifət sifətin yanında gələ bilər? Dossa kompu xatırlayaq. Müəllimlər, birdən çox sifət ard-arda düzülə bilər. Mən demirəm sifət sifətin yanında gəlməz. Mən deyirəm ki, sifət sifəti təyin etməz. Birdən çox sifət düzülür sırana, hamısı sondakı ismi təyin eləyir.
Mən deyirəm ki, yumru, qırmızı, Fransadan alınmış, gözəl top. Nəhayət qırmızı top, gözəl top, təzə top. Hamısı topu təyin eləyir. Amma sən deyirsən ki, olduqca əldən düşmüş. Mən onu deyirəm ki, sifət sifətin yanında gələ bilər digər ismi təyin edirsə, amma sifət sifəti təyin etməz. Zərf sifəti təyin edər. Extremely exhausted olardı. Bəs D variantı? Bəli, bəli, DOS.com strukturundan düzə bilərsiniz. DOS.com dəstək elə verir. How boring this series are. Və biz bilirik ki, series, species, means, kennels, headquarters. Bunlar barracks, kazarma sözləri təki cəmi eyni olan isimlərdir. Bu əgər this ilə işlənibsə təkdir. Təkdirsə niyə are? O zaman is olardı, səhv oldu. Bəs yaxşı, Y variantı niyə səhv oldu ki? How lonely Jane is treated. Bu niyə səhvdir ki? Hə, treat davranmaq deyir. Davranılır Jane-ə, necə də lonely davranılır. Axı lonely sifətli teacher. Behave'dir, treatdir, bunlar hərəkət bildirir. Hərəkət bildirən sözün necəliyini sifət təyin etməzdir, zərf təyin. Bu cümlə səhvdir. Bəli, orada bizə bir zərf lazım idi. Və belə olan halda həqiqətən də A yazanlar düzdür. Müəllimlər, kimi çat bölməsi narahat edirsə, siz özünüz 3 nöqtədən bildirişləri deaktiv edə bilərsiniz. İndi isə müəllimlərimizin xahişindən inversiya sualı işləyəcək bir neçə dənə. İndi mən onsuz da sual işləyəndə özüm bağlayıram. Bağladım. Diqqətlə düşünün, inversiyanı da təkrar edək. Bir dənə sual düşür inversiyadan da. Mesaj bölməsini açıram. Buyurun, cavablarınızı qeyd edin. ABC gəlir daha çox, ABC. Testlər MHM, Time Test Bankından, müxtəlif test banklarından qarışıq suallardır. Hə. Gəlin baxaq görək burada hansı səhvdir. Deməli, ən çox ABC yazmısınızsa, D və Y variantlarını siz inkorrekt hesab etmirsiniz. O zaman baxım elə məlumdan gedək biz də məhsula doğru. What I am going to do is ask for another bill. Müəllimlər, bu sizə clause-un növü kimi düşsəydi, Y variantını hansı növ budaq cümlə götürəcəkdiniz? What I am going to do is ask for another bill. Mənim edəcəyim şey başqa bir hesab istəməkdir. Yəni, baxıram ki, cümlənin mübtədası yerində bütövlükdə subject düşüb, yerində bütövlükdə mübtədanın yerinə clause işlənibdir. Bəli, bu subject clause-dur. Noun clause-ların bir növüdür. Amma cümlə səhv deyil. Bizdən incorrect istəyirdisə, bizim bu variantla işimiz yoxdur. Afərin seçməmisiniz. D-ni də seçməmisiniz. What worries me most is the sheer expense of the vacation. Baxıram ki, məni ən çox narahat edən şey məzuniyyətin dəqiq xərcidir, deyir. Okey, bu da subject clause-dur. Heç bir səhv yoxdur. Mübtədanın yerində konkret olaraq demir, məni qiymət narahat edir. Deyir ki, məni ən çox narahat edən şey vacation-ın xərcidir. Bu da subject clause-dur və heç bir səhv yoxdur. Mübtəda budaq cümləsidir.
C variantı səhvdir yoxsa düzdür? Kim deyər? Çünki C-ni yazan çox idi. Deməli müəllimlər, sizcə buradakı only cümlədə morfoloji baxımdan, yəni baxsanız nitq hissəsi olaraq onlyyə nə deyərdiniz? Nə deyərdiniz bu onlyyə? Bir oxuyun, bir təhlil edin. Görək bu only cümlədə zərfdirmi, yoxsa sırf olaraq sadəcə olaraq mənanı limitləyən, məhdudlaşdıran, vurğulayan bir partikldırmı? Biz demişdik ki, əgər only-ni istənilən cümlənin üzvünə yanında yerini dəyişib istənilən cümlənin üzvünün yanına qoyanda biz olurdu məhdudlaşdırıcı ədat. Misal üçün bizə deyir ki, only Phil saw the thief coming through the window. Ancaq Phil, adamın da adı Phil'dir. Deyir, ancaq Phil gördü oğruların pəncərədən gəldiyini. İndi mən burada only-ni dəyişə bilərdim. Phil sadəcə oğrunu gördü gələn. Və yaxud da ki, oğrunun gəldiyini sadəcə pəncərədən gördü. Yəni, only-ni hansı üzvün yanına qoysanız onu vurğulayacaq. Və buradakı only particle-dır. Daha bu cümlə ədat istəmir ki, mütləq inversiya istəmir ki, burada niyə inversiya olmasın? Çünki particle-dır. Birinci üzvü vurğulayıb gəlib yazıq bunun yanında durubdur. Sonuncu üzvü vurğulasaydı lap sonda da ola bilərdi. Oğrunu vurğulasaydı gəlib oğrunun yanında duracaqdı. Bu da düzdür. Bəs B və C-yə keçsək, never ilə cümlə başlayırsa, never inkar sözdür və biz cümləmizi inkarla, hardly ilə, never-la, nə bilim mən under no circumstance kimi ifadələrlə başlayırıqsa, mütləq inversiya edirik. Burada inversiya etməyə bilmirik. Real ilə, seldomla cümlə başlayırsa. Və inversiyama baxıram. Never have I seen. Baxarsınız, have I saw verər. Have I see verər. Have-dən sonra nə axtarın, teacherlər? Participle to axtarın. Varmı? Bəli, bu da düzdür. İndi A yazanlara baxırıq. Only when do you have? Bax, only when, only if, bəli, only cümlə başında gələndə biz bu cümlələrdə inversiya edirdik. Bəs harda edirdik inversiyanı? Mən həmişə müəllimlərimizə də deyirəm. Bəzən çox səhv edib, oturub əzbərləyirsiniz ki, filan sözlər olanda inversiya ikinci tərəfdə olur. Filan sözlər olanda inversiya birinci tərəfdə olur. Bu heç də öyrənmək üçün səmərəli bir vasitə deyil. Ümumiyyətlə biz baxmalıyıq ki, İnversiya sadə cümlənin tərkibindədirsə, onsuz da öz içində olacaq. Daha başqa çıxıb harda olacaq ki, bir dənə cümlədir. Yox, gördünüz ki, sizə inversiyanı mürəkkəb cümlə daxilində veribdir. Yəni, only əgər, misal üçün, by ilə birləşə bilərdi only. By bağlayıcı deyil. Onda öz içində inversiyasını verirəm. Amma when bağlayıcıdır. Amma if bağlayıcıdır. Və biz bilirik ki, cümlənin bağlayıcı olan hissəsi budaq cümlədir. Və biz inversiyanı budaqda yox, başda edirik. Baş dura-dura budaqda inversiya etmirik. Ona görə də siz baxırsınız ki, only bağlayıcı sözlərlə birləşibdirsə, bu zaman bax bu gördüyünüz hissə budaq cümlədir. Only when do you have your artıq budaqda inversiya edibdir. Do you have deyir. Ona görə də bu variant səhvdir. Bəs bu cümlənin düz versiyası necə olardı? Buyurun siz bunun başını inversiya edin. Cümləni dəyişin. Kommentə yazın. Deməli, mən baxıram only when, only if teacher, budaq baş cümlə varsa, hə, tanıyıram. Bağlayıcı olan isə budaqdır. Deməli, mən əzbərləmirəm. Birincidə olur, ikincidə olur, onda olur, bunda olur. Yox, imtihanda yaddan çıxacaq. Baxıram ki, budaqda yox, yəni bağlayıcı olan hissədə yox, digər hissədə verməliyəm. Okey, onda mən nə edirəm? Buranı normal qaydada verirəm. Only when you have your own children. Ancaq sənin öz uşağın olanda sən məni başa düşəcəksən, deyir. Only when you have your own children. Okey, o bir tərəfə keçdiniz, inversiya edirsiniz. Will keçir əvvələ. Will you understand? Bir də müəllimlər, zərflər cümlə başına keçəndə, negativlər cümlə başına keçəndə çaşıb nəbadə inversiyanı xəbəri önə keçirdərsiniz ha birdən. İnversiya iki cür olur. Xəbərdə önə keçə bilir. Go, speak, come kimi misal üçün. Ya da köməkçi feil önə keçə bilir. Amma mən only then, only once, only later, and hardly, no sooner misal üçün bu kimi situasiyalarda cümlə negativlə başladısa, elə bilin ki, sual cümləsi yaradırsınız. Ancaq köməkçi feili önə keçirdin. Bəs kim deyər? Nə zaman mən inversiyada, bax burada will you deməliydim, afərin düz tapdınız. Bəs inversiyada nə zaman mənim köməkçiyə ehtiyacım yoxdur. Elə götürürəm bütövlükdə xəbəri, qoyuram mübtədanın önünə. Come qoyuram, lie qoyuram, əmizarı qoyuram, come'sı qoyuram. Afərin, he, they inversiyalarında. He comes, I sell.
Misal üçün. Və he, they tipli cümlələri biz continuous-da vermirdik. Odur, Aysel gəlir, indi gəlir, amma biz present simple-da verirdik. He, they zərfləri ilə başlayan cümlələrdə, bəli, biz xəbəri önə keçirdirdik. Və ya sözönü ilə olan inversiyalarda sözönlərimiz istiqamət və ya məkanlıq bildirirsə, misal üçün, ağacın altında, nə bilim mən, nə deyək, uzanmışdı uşaqlar, lay deyirsə, hə, o zaman siz xəbəri keçirdirsiniz önə, afərin. Və ya çox yaşa kral, nə bilim, deməli, bu kimi situasiyalarda da ola bilirdi, hazır ifadələrdə. Müəllimlər, kameralarınıza nəzarət eləyin. Mən videonu elə qoymuşam ki, kameraya siz düşmürsünüz, amma bir dənə özünüz zəhmət olmasa bağlayın, mənə xəbərdarlıqlar gəlir. Mən açsam siz düşəcəksiniz kameraya, ona görə deyirəm. Siz kameralarınıza baxın, istəmirsinizsə açmayın, yəni. Lonely ilə alone-un fərqini izah edə bilərsinizmi? Bəli, edərəm. Sonra yadımda qalmır. Bir dənə stop verək, kameralara baxın. Bir saniyə. Müəllimlər, lonely ilə alone-un fərqi nədir? Müəllimlər belə öyrənirsə ki, lonely sifətli, alone həm sifətli zərfdir. O zaman da mən də deyirəm ki, I am alone, I am lonely. Yaxşı, ikisi də to be ilə verə bilirəm. Hansı düzdür? I am alone, I am lonely. Hansı düzdür? Sizcə? I am alone in the room now. Bax, indi bu otaqda məndən başqa kimsə görürsünüz? Yox. Sizcə mən onda I am alone deməliyəm, yoxsa I am lonely deməliyəm? Müəllimlər, deməli, lonely bəli sifətdir, hərəkəti təyin etməz. Amma alone hərəkəti də təyin eləyər, həm də sifət olub link verblə də gələ bilər. Yadınızda qalsın ki, bunların ifadə etdikləri məna fərqlidir. Lonely bilirsiniz nədir? Tənhadır, içi sıxılır, bu adamın ürəyi sıxılır, çünki tənha hiss eləyir özünü. Alone o deməkdir ki, darıxmır. Bax, mən bu dəqiqə darıxıram, yox. Otaqda təkəm, məndən başqa heç kəs yoxdur, amma keyfimə keyfdir çatmır. Teacherlərlə birlikdə canlı yayımda dərs keçirik. Amma mən I am alone-am burada. Mən deyə bilmərəm ki, I am lonely. Mısmırığımı töküb dursam ki, toya gedə bilərsiniz. Hamısı tanımadığınız adamlardır, özgə bir yerə getmişsiniz. Siz toyda o güp camaat çalır, oynayır, yer, içir, deyə bilməzsiniz ki, I am alone. Bir dənə mənəm toyda, xeyr. Amma I feel lonely deyə bilərsiniz ki, ay ana, məni hara göndərmirsən, mən burada heç kəsi tanımıram, özümü tənha hiss edirəm deyə bilərsiniz. Yəni, ötürdükləri məna fərqlidir. Alone ümumiyyətlə fiziksel baxımdan məndən başqa adam yoxdur, təkəm deməkdir. Lonely isə tənhayam deməkdir, tənha hiss edirəm deməkdir. Okey. Daha siz durub, nə deyəcəm sizə, hərəkət bildirən sözlərlə lonely vermirsiniz təbii ki. Davam edirik testlərimizə. 5-ci sual. Mesaj bölməsini bağlayaq, teacherlər rahat-rahat yazsınlar. Pretty prettily, bu da olur. Hə. Daha bir inversiya sualıdır. Bayaq dediklərimi yığın, indi mükəmməl bir cavab verin mənə, görüm hansı düzdür. Qrammatik cəhətdən sən. İnversiyanı bilməsəz belə, bu bir neçə sualın üstə öyrənəcəksiniz. Mesajları açırıq. Buyurun, cavablarınızı qeyd edin. Deyli-ceyli bir şeylər. B də var. Okey, deməli, izahda bunları daha çox vurğulayacağım. Aferin sizə. Deməli, müəllimlər, heç kəs imtahandan çıxıb həmişə deyirəm, mənə deməsin ki, müəllim, korrekti, inkorrekt oxudum, axında uzatmayın mənə özdə o, bu qədər əziyyət çəkəndən sonra daha mistake tap deyirsə, zəhmət olmasa səndə mistake tap. Korrekti deyirsə, zəhmət olmasa korrekti tap. Day, bu qədər hazırlıq, həyəcan, nə bilim mən, psixoloji seminarı, bunun hazırlığı, axırda da get ki, müəllim, korrekti, inkorrekt oxudum, etməyin belə. Birinci nə axtardığınıza baxın, sonra keçin suala. Mənə deyir ki, aşağıdakı variantların hansı includes, bir də bilsiz müəllimlər nə edirlər?
Etiraf edim ki, bəzən məndə də olur. Yekə-yekə danışmağıma baxmayın heç. Ən böyük günahkar elə özüməm. Deməli, testi oxuyanda düz oxuyuram. Tələs-tələs işləyəndə elə olur. Oxuyanda bilirəm ki, səhv axtarıram. Sadəcə A, B, C, D-ni oxuyuram. Birdən yarıda nə olursa mesaj gəlir, fikir qarışır. Bu səfər cavabı seçəndə yenə də düzü seçirəm. Bayaqdan ağlım başımda idi, ha, bilirdim səhv axtarıram. Sadəcə ABC-ni oxuyana qədər bilirdim. D-də birdən, bu düzdür, hə, D-dir. Tap D-ni yazıb dayı çöpürlərə də bax, axı inanıram, çox bilirəm axı, səhv eləmərəm yəqin. Sonra da bir də görsən, çaşıb səhv etmisən. Siz də ola bilər ki, diqqətiniz yarıda pozular. ABC-də həqiqətən də mistake axtarıb, amma cavabı seçəndə həqiqətən korrekti seçə bilərsiniz. Ona görə deyirəm ki, diqqətinizi heç yerə verməyin. Qətiyyən. Arxanızda oturan kimdir? Qabaqda oturan nə geyinibdi? Nəzarətçi buradan neçə dəfə yanımdan keçdi? Filan kəs neçə dəfə su içdi? İmtahanda ona baxmayın. Siz ancaq baxın sualınıza. Vəssalam. Baxıram indi mən də. İmtahanda oturmuşum. Bu sual mənə düşübdür. Deyir ki, inversiyanı yaz. A-ya baxıram. Only when, bəli, miqədə sertifikasiyada bir dənə inversiya düşür. Only when the teacher dismisses us. Baxıram ki, burada 2 dənə cümlə var. Səsli düşünürəm. Müəllim mübtədadır. Dismiss bizi qovsa, çıxarsa bu xəbərdir. Ancaq müəllim bizi çıxarsa can we stand? Hə, deməli 2 cümlə var və when də bağlayıcıdır. Öyrənmişik ki, only bağlayıcılarla birləşəndə biz inversiyanı budaqda yox, başda edirik. Yəni, budaq haradır müəllimlər? Budaq, bax bu when olan hissə. Bura budaq. Görürsünüz, the teacher dismisses. İnversiya etməmişik. Harda etmişik? Can we stand? Başda etmişik. Həqiqətən də düzdür. Bağlayıcı olan hissədə yox, baş cümlədə etdiyimiz üçün A düzdür. Deyirsiniz ki, bağlayıcı hardadır? Deyib, özüdür ki, var. Mikhailonun özü var, budur. When. When bağlayıcıdır da, anda, əndə, zaman bağlayıcısıdır. O da məhdudlaşdırıcı zərflərlə birləşir, inversiya yaradır, only ilə. İndi B-yə baxın. Only after the phone rang did I read. Bu da elə, after da bağlayıcıdır. Zaman budaq cümlələrindən bilirsiniz. Baxıram ki, hə, only bağlayıcı ilə birləşib. Nə edəcəm? Cümlənin bağlayıcı olan hissəsində yox, başda inversiya edəcəm. Görürəm, bax, nə gözəl etməyiblər burada inversiya. İkincidə ediblər, did I realize. Deməli, düzdür. Bir də bu kimi testlərdə təliyə düşməyin. Amandır, birdən zətdən soranda inversiya verərlər. Daha bir dənə verdiniz inversiyanı, əl çəkirsiniz cümlədən. Yəni, budaqda yox, başda verdiniz, qutardı. Deməli, bu da düzdür. Only in my hometown do I feel at ease. Ancaq vətənimdə özümü rahat hiss edirəm, deyir. Sizcə bu cümlə səhvdirmi? C yazanlar var idi çünki. Müəllimlər, bu cümlə mürəkkəbdirmi? Sizdən soruşuram. Bu cümlədə bağlayıcı varmı? Sizdən soruşuram. Ay müəllim, yoxdur bu cümlədə. Only əvvələ keçibdir. Bizə deyir ki, I feel at ease in my hometown. Mən özümü vətənimdə rahat hiss edirəm. Lap yaxşı. İndi only cümlə başına keçibdi. Do I. Onsuz da sadə cümlədir da. Bir dənə hissəsi var da. Öz içində də inversiyasını etmişəm. Deməli, bu da düzdür. Bəs, D bəndi necə? Məkansallığa görə deyil burada inversiya. Xeyr. Məkanlığı burada vecini alan yoxdur. Çünki məkanlıq elə də çox söz haqqına sahib olsaydı, keçəcəkdi cümlənin başına, onda deyəcəkdim ki, məkanlığa görə inversiya elədim. Cümlənin başında nə varsa, söz haqqı da odur. O deyir ki, mənə görə inversiya etmişsiniz. Yəni, only cümlə başındadır, only'nin inversiyasını etmişəm. Okey. D variantına baxıram. If nədir? Şərt bağlayıcısıdır. Only-nə if nədir? Şərt bağlayıcısı. Deməli, bağlayıcıdırsa, mən deyirəm ki, deməli, bu cümlənin bu hissəsində yox, digər hissəsində inversiya etməliydim. Amma baxın, burada ediblər inversiyanı, budaqda. Halbuki bu cümlə necə olmalıydı? Deməli, həqiqətən də səhv olan D bəndidir. Bəs bu cümlənin düzü necə olacaqdı, müəllimlər? If bağlayıcıdırsa, does it rain niyə deyim ki mən? Axı, budaqda inversiya etmirəm. Mən bunu normal verməliydim. It rains. İkinci tərəfdə inversiya etməliydim. Necə edəcəkdim, bəs siz deyin. Afərin sizə, supersiniz. Only if it rains will the picnic be cancelled. Köməkçi feil, mübtəda, xəbəri unutmayın. Will be picnic zad yazıb gəlməyin orada, will be picnic. Köməkçi feil, yəni will, sonra mübtəda, the picnic, sonra xəbər. Will the picnic be cancelled. Bəli, D variantı səhv variantdır. Bəs Y variantı only then. Müəllimlər, niyə burada only then birbaşa öz içində? İndi siz belə əzbərirsiniz. Bu only then, only by birinci tərəfdə inversiya alır. Only when, only if, only after ikinci tərəfdə. Onda da sonra çaşırsınız imtahanda. Birinci tərəf, ikinci tərəf nə qədər oynayacaq ki, yaddan çıxır. Amma belə öyrənsəz ki, bunlar nə vaxt bağlayıcıdır, budaqda yox, başda aldı. Zen də deyirsiniz ki, axı zen bağlayıcı deyil.
Zen axı zəfdir. If bağlayıcıdır, after bağlayıcıdır, when bağ. Axı zen zəfdir. Deməli bu sadə cümlədir. Da bu sadə cümləni öz içində invers edəcəksiniz təbii ki. Deməli Y variantında da səhv yoxdur. Cavab oldu nə? D bəndi. Tək only varsa inversiya olurmu? Əlbəttə olur. Məhdudlaşdırıcı sözdür. Sadəcə vətənimdə deyir. Yəni ola bilər. İndi buyurun 6-ya baxırsınız. Bircə saniyə gözləyin. Yenə inversiya gələcək. Not for long, not longda olmurdu inversiya. Onlar inkarlıq deyil. Onların mənası bircə dəqiqə biraz da keçirdim bunu. Mesajlara baxlayaq. Görəsən hansında düz işlənib? Bu sualı kim izah edə bilər müəllimlərimizdə? Mən danışmayayım. Daha bəsdir. Biraz müəllimlər başqa bir səs eşitsinlər. Pamela Ağayeva ilk əl qaldıranı açacaqdım, siz oldunuz. Açıram səsinizi. Oy. Bir dənə açın indi təkrar. Axşamınız xeyir. Necəsiz? Axşamınız xeyir olsun. Təşəkkür edirəm, yaxşı olasınız. İndi müəllimlərin mesajlarını da açıram, cavablarını yazsınlar. Siz də bizə bu 6-cı testi zəhmət olmasa izah edin. 6-cı testdə A variantı götürmüşəm. Çünki not until bağlayıcıdır. İkinci tərəfdə inversiyanı götürmüşəm. Bəs until sözünü ola bilərmi? Until bəli, isimdən əvvəl gələr. Yox. Bəli, onda nə edəcəm? Bəs baxıram cümlə yoxdur. Sadəcə məsələn deyir ki not until July, not until the summer. Onda nə edeyim? Nə Onda edəcəksiniz? gedər. İsim gəlirsə 2 dənə cümlə yoxdur da bir dənə cümlə qalır. Da Bir inversiyanı dənə biz cümlə qonşunun yazılır. həyətində eləyə bilmərik ki. Orada eləyəcəyik də bir dənə cümlə var onsuz da. Sadə cümlə olur. Deməli, until özündən sonra noun phrase alsa, heç. Bu onsuz da söz önü olur burada. Bu öz yerində. Biz baxırıq ki, not until the doorbell rang. Qapı çalındı. Bəli, mübtəda xəbər var. Siz deyirsiniz ki, budaqda etmədim. Harda etdiniz inversiyanı? Baş cümlədə. Baş cümlədə did I sing. Ona görə də A-nı götürdünüz. Müəllimlər razısınız Tamela xanımın cavabından? Yoxsa deyirsiniz xeyr, razı deyilik, səhv deyir. Onda Tamela xanım, ancaq siz inandırmaq üçün o bir variantların səhvlərində deyil. B niyə düz deyil? B-dən başlayalım. B-dən. B-dən. B niyə düzdür? Düz deyil. Daha. Not far olduqda bu söz bağlayıcı deyil. Elə özün yanında götürməli idi inversiyanı. Yəni did Ona I görə think olardı, bəli. Getdi. hardly had I begun olardı. Ümumiyyətlə bir şeyə aydınlıq gətirək. Hardly Cümlənin əvvəlinə gələrsə inversiya tələb edir. Onda da özündən sonra bitmiş zaman sonra mübtəda. Had yəni ümumiyyətlə önə keçir. bu qəlibdən olanlar hardly, barely, scarcely, when-lə birləşirdi. No-su nə? No-suna zənn. Zənlə birləşirdi. Birinci tərəfdə alırdı inversiyanı, ikinci tərəfdə hardly, barely, scarcely. Birinci tərəfdə özünün Bəli, yanında. mütləq bunlar özləri olan tərəfdə alırlardı. Bəli, hardly. Müəllimlər, hardly cümlə ortasında gəlsə inversiya olmur ha. Mən bu cümləni belə də deyə bilərdim. I had hardly begun to speak. Belə deyərdim. Amma hardly cümlə başına keçdisə mütləq inversiya olmalıdır. Negativ cümlə başına keçdisə inversiya sizdən soruşmurlar. Ürəyin etmək istəyir? Soruşmurlar. Deyirlər etməlisən. D variantı. Niyə Bəli. səhvdir? D variantı niyə səhvdir? Hətta D niyə səhv olsun ki? Sadə cümlədir. Öz içində inversiya etmişəm də. Bu niyə səhv oldu ki indi? Nəyə görə inversiya olsun ki? İnkarlıq yoxdur axı. Bəs məkanlıq bildirən söz var axı, söz önlü ifadə cümlə başına keçib axı. At the main entrance. Onda did lazım deyildi. Stand qabağa gələ bilərdi. Deməli, xatırlayırıq. İnversiyalar iki cür olurdu. Tam bir də qismən. Söz önü cür görürsüz heç bir inkar keçməyibdisə, only keçməyibdisə, here, there inversiyalarında, punctuation inversiyalarında və bu söz önlü ifadə cümlə başına keçəndə biz xəbəri mübtədanın önünə keçirdirdik. Dayanmaq, harada dayanmaq, məkansallıq bildirir, amma köməkçi feil lazım deyildi.
Bəs Y bunu də əsas onun. feillə etməliydik. Y bəndi niyə səhvdir ki? Y də həmçinin onun kimi did lazım deyildi. Yenə come önə gələ bilərdi. Bəs bu xəbərin mübtədanın önünə keçdiyi inversiyalarda sizdən soruşuram. Polis Comes məni hi ilə olmalı. əvəz etsəydim, inversiya olardı. Nə ilə əvəz Polis etsəydik? məni hi ilə, ülkəri şi ilə, doqu itlə Yox, əvəz etsə. şəxs əvəzlikləri gələrdisə, o zaman mübtəda sonra xəbər gəlirdi. Deməli, tam inversiyalarda xəbər harda mübtədanın önünə keçir, köməkçi falan istəmir. Orada mübtəda şəxs əvəzliyi ola bilməz. Bəs yaxşı, hardly, barely, scarcely, no sooner, only, so-la, such-la olan inversiyalarda da mübtəda şəxs Yox, əvəzliyi ola onları bilməz. orada artıq şəxs əvəzliyinə baxmırıq. Önə keçsə inversiya Orada sən olmalıdır. məcbursan inversiya etməyə. O boyda hardly cümlə başında gəlib. Orada inversiya edir. Bax bu qaydaları niyə deyirəm təkrar-təkrar? Bunlar müəllimlərin ən çox qarışdırdığı fikirlərdir. Müəllimlərin bir dənə xahişi var, onu da cavablandırın ondan sonra. Deyirlər ki, biz B-ni anlamadıq. B variantına bir də işıq salıram. Zəhmət olmasa bir də Bir-də onu. not for inkar ədat var, amma ki bağlayıcı deyil. Bağlayıcı olmadığına görə də birinci tərəfdə var inversiyanın. Bax deyir ki, not for a moment I thought, heç bir dəqiqə də mən düşünmədim. Would I get the job? İşi alacam, almayacam. Yəni işə sahib olacağımı bir an belə düşünmədim deyir. İki hissə var burada müəllimlər. I thought, mən düşündüm, nə etdim? Mübtəda xəbər. I get, mən işə tapdım, işə qəbul oldum. İkinci mübtəda xəbər. Və mən baxıram ki, cümlə Did I başında think? bağlayıcı gəlsəydi, onda deyəcəydim ki, mən budaqda yox, başda inversiya eləyəcəm. Müəllimə də deyir ki, not for a moment negativ ifadədir, bağlayıcı deyil. Only when, only if, only after olsaydı deyərdim bura budaqdır, başda eləyim. Amma bunun inkar olan hissəsini inversiya etməmişik. Durub ikinci tərəfi inversiya etmişik. Axı burada would niyə inversiya olsun ki? Düzdürmü? Bəli. Bəs müəllimlər deyir ki, axı siz bizə demişdiniz teacher not farla, not longu inversiya etməyin. Bu nə işdir başımıza gətirmisiniz? Nə cavab verim indi onlara kömək eləyin. Burada inversiya olub, bunun Yox, yox, yox. inversiyası. Yox. Müəllimlər mənə deyir ki, teacher siz mənə demişdiniz ki, not far, not long cümlə başında gələndə bu inversiya istəmir. Bu neqativ deyil. Mən onlara nə deyim? Not far, Hmm, not long. düz deyirlər. Allah, 2 dəqiqə Amma satdı məni. not Görürsünüz? fardır. Amma bir dəqiqə müəllim, not fardır, not for yox. Onu bir Gör dəqiqə. müəllimini müdafiə eləyir. Bircə dəfə də deyək ki, yox, Ülker müəllim deyirsə düz deyir. Verməyin belə sual. O deyir, Yalnız təsdiq olaraq deyim, ay not sağ ol for da far yazılır. deyil axı, For yox. fordur. Axı farla for niyə eyni olsun ki? Not for a moment yazıq deyir ki, heç bir an belə düşünmədim, neqativdir. Amma not far odur ki, uzaq deyil, yəni sənə yaxındır. Hə, deməli müəllimlər forla farı da zəhmət olmasa özünüz imtahanda ayırarsınız. Okay, Burada keçdik. düzgün versiya. Ha, yaxşı ki. Tamam. A və bəndə oldu. Biz Qəşəng olmalıydı yəqin ki. Biz A variantı düz seçmişdiniz özünüz. Biz sadəcə müəllimlər nələrdə çaşır, bunu xahiş Yox, ediblər B-nin ki, biz. düzgün forması necə olardı, onu deyir, değil mi? Dediniz, did I think, düzdürmü? Bəli. Did I think, bəli. Təşəkkür Versiya edirəm. olardı yəni. Hmm. Oldu. Good night. Good night. Thank you very much. Deməli müəllimlər, 7-də bir dənə də inversiya daha burada səhv yazısaz var ha, heç. Deyəcəm ki, daha heç. Necə izah etmisən ki, bax başa düşməyiblər. Özümə deyəcəm, sizə yox. 7-də yazın. Hı. Adətən sertifikasiya düşünürəm realindən, seldomdan falan inversiyanı verərlər. Belə sadələrdə indi nə bilim. Yəni bilmirəm. Açıram mesajları. Buyurun, cavabınızı yazın. Sual qısadır və artıq bu testlərdən sonra daha bunu səhv yazmazsınız. İnşallah. Açaq görək. Ya Allah. 7-ci sual. Nəsibə deyir, o xəy ürəyimə yağ kimi yayılır. Bax, cavabınız ürəyimə yağ kimi yayıldı. Ləzzət. Bax belə, bu başqa məsələ. Görürsüz, hətta deyirlər ki, biz izah eləyək. Biz sizdən də yaxşı izah eləyərik. Özdə düz də deyirlər valla.
Rekord gedir, bəli, rekord var, narahat olmayın. Deməli, 7-ci testimizdə bizə deyir ki, hansı cümlədə qrammatik səhv var? Hı? Pərvin xanım, buyurun, siz deyin. Axşamınız xeyir müəllimə. Hər vaxtınız xeyir olsun, buyurun. Deməli, burada bizdən səhvi istəyir. O da Y variantıdır. Çünki birinci, ikinci sırada deyəcəm, əsəbləşəcəksiniz. E, Əstağfurullah, mən niyə əsəbləşim? Dəli zad deyiləm, niyə əsəbləşim ki? Narahat olmayın. Hə. olmalı idi ki, will the picnic be confirmed? Mən prosto tapa bilmirəm, siz deyəni. Yəni bir də zəhmət olmasa geri qayıdaq görüm, yəni. Hə, Y variantını deyirəm müəllimə. Hə, Səhv Y variantı. deyirsiniz ki, səhv olan Y variantıdır. Mən əsəbləşmirəm, Evet. sadəcə mən özümdə biraz şey var, mən anlamıram, soruşuram sizdən. Yox, niyə əsəbləşim ki? Y variantı niyə səhvdir? Deyirsiniz budaqda yox. Başda olmalı idi inversiya. Bəs mən nə bilim, bu budaqdır, başdır. Hardan bilim ki, burada budaqdır, başdır? Deməli, bağlayıcı olan tərəf budaqdır. Hansıdır bağlayıcı? Only if. Only yox, if. Hə, If if. bağlayıcıdır, only də bəli. Elə only if də Evet. olur əslində qalanda. Bunlar ikisi bir yerdə də onun biraz daha mənasını qüvvətləndirmək üçün belə də işlənir. Bəli, only if does the way olmazdı teacher. Çünki if bağlayıcıdır, budaqda yox, başda inversiya edəcəkdik. Afərin sizə. Səhv olan variantı tapdınız, üzə çıxartdınız. İndi o biriləri mənə bir-bir deyin ki, niyə düzdür? A'dan başlayaq. Deməli, zərf really gəlibdir ki, cümlənin əvvəlində, ona görə də köməkçi feillə biz inversiya vermişik. Reali Not inkardır cümlə başında gəlib. Özdə baxın ha müəllimə, mübtəda he olsa da inversiya edirsiniz, olmasa da. Çünki daha soruşan yoxdur mübtədadan. Sən inversiya olursan ol. Negativlə başladınız, inversiya necə olur? Köməkçi feillə. Burada pay önə keçə bilərdi müəllimə. yox, bu Ola qismi bil. inversiya Köməkçi olacaq. feillə o qismən olur. Bəli. Bəli, bu düzdür. Müəllimlər, kimin ekranı görünmürsə çıxıb bir də daxil olsun, düzələcək. B variantı. Not only was the food plentiful, it was also delicious. Em, Burada da yəni inkarlıq yox. Hədə Ay. Hı, hədə deyin. inkarlıq olduğu üçün birinci tərəfdə Otomatik cümlə başında gəlibdi. Was the food? The food was plentiful deməmişəm. Was önə keçib. Okey, əla. Bəs C variantı? C variantı da scarcely inkarlıq bildirdiyi Scarcely üçün had we started our meal when the phone rang. Elə yemək, telefon zəng çalanda təzəcə başlamışdıq yeməyimizə. D variantı da yenə eyni şey. Burada Yox, sadəcə bir C-də düz cümlə oldu çünki scarcely inkardır. Hardly, barely, inkardır. scarcely when-lə birləşir. No-su ilə zən-lə birləşir. Özü olan yerdə inversiya istəyir. Deyirsiniz ki, mübtəda v-idi. Niyə inversiya oldu? Yenə də soruşurlar bu sualı. Siz cavab verin. Bu Niyə qismi mübtəda şəxs inversiyadır. əvəzliyir? İşte bu olsa tam inversiyalarda biz şəxs əvəzliklərini istifadə eləmirik, amma qismi olanda istifadə Burada eləyirik. istifadə eləyə bilərik, bəli. Və D variantın deyinində. D variantı da yenə inkarlıq bildirən zərf əvvəldədir. Ona görə biz burada inversiya eləyirik. Sadəcə bir cümlədir və qismi inversiyadır. Bəli. Təşəkkür edirəm. Çox sağ olun. Səsinizi bağlaya bilərsiniz. B variantını bir də deyə bilərsinizmi? Deyə bilərəm, bəli. Not only baxıram ki, bax, not only. Cümlə başında gəlibdir. İnversiya istəyir. İnversiyada nədir? Köməkçi feil önə keçəcək. İndi burada the food was plentiful deyəndə biz də ibtidai sinifdən bilirik ki, cümlədə əmizar, was were, modal feil varsa o önə keçir. Davoz olan yerdə mən gedib qıraqdan bucaqdan do, does, did gətirmirəm. Ona görə də the food was plentiful demədim, was-u keçirdim hop önə. Niyə? Çünki öndə not only var. Oradan gözüm bərəldir ki, mən inkaram. Mən olan yerdə inversiya olmalıdır. Cavabımız ona görə də, yəni bu da düzdür. Cavab Y variantıdır. Budaqda yox, başda inversiya olmalı idi. Will the picnic be confirmed olardı. Bu neçənci sual idi? 7. Qəşəng gedirsiniz. İndi 8. Çox sağ olun. 8-ci testi yazaq, amma cavabları düşmür. Biraz da kiçildəcəm ekranı. Bu o qədər inversiyanı təkrar etdimsiz ki, bir neçə sual salmışam inversiyadan. Buyurun. Cümlə inkarlıqla başlayanda köməkçi feil önə keçir, teacherlər. İnversiya izahımı mən YouTube-da public paylaşmışam. Onu hər kəs izləyə bilər.
Azadə Səfərova, buyurun. İzah edin zəhmət olmasa. Axşamınız xeyir müəllimə. Hər vaxtınız xeyir olsun. Buyurun. Müəllimə, mənim fikrimcə burada düzgün cavab C variantıdır. 1 ilə 2. Çünki bizdə burada səhv variantı istəyirlər. Hı, istəyirlər. Buyurun. Birinci cümlədə hardlı ilə başladığına görə, ona görə səhvdir ki, çünki burada past perfect olmalı idi zamanımız. Hı hı. Həddən sonra I begin, began, üçüncü forma begun. Yəni began. Aslı, bu Aha. testdə istədim bu məqama diqqət eləyəsiniz. Çünki müəllimlər bir dənə üzrlü sayın, bəzən belə olur. İmtahanda çox həyəcanlı olduqları üçün sevinirlər bildikləri bir test düşəndə. Sevincək baxırlar ki, hə mən bunu bilirəm. Ayda bildiyim yerdəndir. Hardly cümlə başındadır. Birinci tərəfdə inversiya olur, tap düz götürürlər. Amma fikir versəz, həddən sonra müəllimə düz deyir. Participle to veririk. Yəni begin, began, begun. Yəni u-la olmalı idi bitmişi. Ona görə də bax bir dənə bu hərfi görürsüz də neynədir? Testimizi səhv etdi bu cümləmizi. Afərin. 2. İkinci cümlədə yenə seldomla olmalı idi inversiya. Burada da present perfect zamandır. Orada da he heard formasında olmalı idi. Never I heard formasında olmalı idi. Ona görə burada səhv cavab 1-dən 2-dir. Digər cümlələrdə, üçüncü cümlədə had John-dan nəyin inversiyası idi? O had-i keçirdi deyə Elə mən də əvvələ sizdən soruşacaqdım. Həqiqi bu nəyin inversiyasıdır? Hədlə niyə inversiya olubdu ki bu? conditionalların Hansı üçüncü növ, conditional idi yadıma salın. üçüncü növ səhv Hə, etmədim. üçüncü növ şərt budaq cümlələrində if atılırdı, had önə Bəli. keçirdi, digər hissəsi would have done, could have done, might have done. Bəs ikincilər necə inversiya olurdu? İkincilər were-lə olurdu. Were-la olurdu. Və birincilər Birincilər də should-la olurdu. should-la. Maşallah bilirlər. Deməli özdə had-lə olan inversiyaların gerisi would have done, could have done, might have done olur. Və bir də bir deyin görün bu cümlə hadn't-la ola bilərdi, hadn't inkar formada. İnkar qısaldılmış formada had əvvəldə ola bilməz. Hadn't formasında olmazdı. Yəni had John inkarlıq sonrada olmalı idi. Super. Yəni bu bəli, o cür verə bilmirik. Supersiz. 3 düzdür. Aha. 4. 4-də yenə rarely burada yenə did keçib əvvələ, pay də yenə qaytarmışıq əvvəlki formasına. Burada da düzdür, heç bir səhv yoxdur. 5-də də yenə never ilə had he burada da past perfect zaman olduğu üçün had keçib önə, mübtəda yerində feel feilinin üçüncü forması da faileddir. Ona görə burada da düzdür. Afərin sizə. Never had he felt. Deməli biz nə edəcəyik? İmtahanda baxacağam ki, neqativ cümlə başına keçib onunla canımı qurtarmıram. Bir də ətraflı təhlil edirəm ki, ingilis dilində have-lər, misal üçün 2-yə baxın, heç vaxt have-dən sonra heç nəsiz feil gələ bilmir da, belə ki, yəni have I here olmur. Ancaq digər strukturda ola bilər. İndiki bitmiş zamanda have köməkçi feildirsə, siz have-dən sonra I have go demirsiniz. I have gone. I have speak yox, I have spoken, I have written. Ona görə də bəli, 2 səhv oldu ki, heard olardı, begun olardı. 3, 4, 5 düzdür. Çox təşəkkür edirəm. Cavab C. Sağ olun. Sağ ol. Conditionalları yenə deyə bilərsinizmi? YouTube'da public paylaşmışam. Əgər dərslərimizdə olan müəllimlər deyilsinizsə, YouTube'da zəhmət olmasa, bax, onu yazın ki, Conditionals Ülker Hacıyeva. Onun inversiyası, özü, qısa, net, çox yaxşı izah edib paylaşmışam. Baxsaz orada görəcəksiniz. Birinci növlər should-la, 2-lər were-lə, 3-lər had-lə inversiya olur. İndi mən belə deyəndə vizual olmadığı üçün biraz çətin qavramaq mümkündür. 9. Yəni ki, sona kimi baxmaq lazımdır. Ona görə fərqli testlər işlədirəm ki, biləsiniz ki, haralara baxırsınız. Salih Hüseynova, suala cavab, amma sualınızı görmürəm. Cavabı verin, görürəm, amma sualı görmürəm. Yəqin əvvəlki hansısa mesajdan içində olub. Fizzə xanım, bunu da siz izah edə bilərsinizmi? Buyurun. Buradan bizə düzü tapın görək. Hansı düzdür, hansı səhvdir? Şimdi burada A variantıdır. Should you see me, give my regards. Yani bu birinci conditional'dı.
inversiyasıdır daha doğrusu. Normalda necə olubdu ki, indi belə inversiya etmişik biz bunu? If you see him, give my regards. Hətta burada if you should see him give Should my demək regards olar. ola bilər. Ola bilər. Bəli, B düzdür. bəndində in the doorway did Tom stand. Burada müəllimə in the doorway söz önlü ifadədir. Ona görə in the doorway stand Tom olardı inversiyası. Sözönlü ifadə cümlə başına keçəndə köməkçi ilə yox, feilin Yox. özü keçməli idi. Afərin. Bəs C? Never before had done he such a foolish thing. Burada isə before conjunction olduğu üçün never before had done Tələsməyək, tələsməyin. had Fizə xanım, Had əvvəlcə he baxın, done. mürəkkəbdirmi, sadədirmi? Bəli, bu sadə cümlədir. Burada never before had he done olmalıydı. Afərin. Such a foolish thing. Niyə? Köməkçi Çünki bu feil. köməkçi feil, mübtəda. bəli, mübtəda sonra done, yəni participle to. Bəli, köməkçi feil mübtəda sonra xəbər olmalı idi. O baxımdan səhvdir. Amma cümlə sadədir. Bu cümlədə də iki cümlə olsaydı, bəli, budaqda yox, başda edərdik. Amma burada isə sadə cümlədir. Devam. Sadə cümlədir, bəli. Hardly the bulgar had entered the house when did the alarm go off. Burada isə müəllimə hardly had the bulgar entered the house when the alarm go off olmalıydı. Mhm. Yəni burada səhvdir. Çünki inversiya birinci hissədə olmalıdır. Burada isə ikinci hissədə verilib. Ümumiyyətlə, indi bu cümləni düzünmədiyin siz bir dənə zəhmət olmasa. Hardly cümlənin başında necə olmalı idi? Hardly had the bulgar Bəli. entered the house. Ay sağ ol. Hardly cümlə başında. Müəllim, bunlar deyirsiniz, bizi sertifikasiya belə çətin düşərmi? Yəni sertifikasiya bir dənə düşür, inversiya sualı. Ona görə baxırıq bizdə ki, əslində hardly when, barely when bu çox işlətdiyiniz deyil. bağlayıcılardır. Nevə olsun. Çətin deməyək biz buna. Hardly cümlə başında olan nə deyirik? Deyirik özü olan Hardly had the bulgar entered. Had önə keçməli idi və salam. İsimdə öyrəndiyiniz qaydalar bundan çətindir. İnanırsınız o qədər şey əzbərləmisiniz. Onlar bundan çətindir. Y variantı. Tək rahat. Bəli, seldom we went abroad when was I a child. Burada isə müəllimə olmalıydı. Seldom did we go abroad. Ay sağ ol. Seldom da cümlə başına keçəndə did we go olardı. Və doğru cavab A variantıdır. A variantı. Təşəkkür edirəm. Sağ olun. Çox sağ ol. Should you see him give my regards? Deyirsiniz ki, my regards give olmazdı ki. Mənim salamlarım verir nəyi? Vermir axı. Bu əmr cümləsidir müəllimlər. Mən deyirəm onu görsən məndən salam söylə. Məndən salam söylə əmr cümləsi axı feildən başlayır. Give my regards deyirsiniz. Təsirli feil özündən sonra tamamlığını vermisiniz. Birinci tərəfdəki should-dakı if you should see him give my regards da verə bilərdiniz. If olan hissədə should. Should burada probability bildirən modal feil kimi işlənə bilir. Azərbaycan dilinə tərcümədə deyə bilərsiniz işdi birdən görsəz. Biraz da ehtimal qatırsınız ona ki, işdi birdən görsəniz onu, məndən salam söyləyərsiniz. Birinci növlərdə if atılır, should-dan inversiya olur və A düzdür. Və bir dənə reported speech-dən question var. Yorulmamısınız ki? Do you know what time is it? Normal reported speech question-ı çevirəcəksiniz, report edəcəksiniz. Bir dənə də sual bundan gələcək axı. Nə vaxt köməkçi feil keçir, nə olar deyin. Yenə də deyirəm, YouTube-da inversiya mövzusuna baxarsınız, köməkçi feil o vaxt qabağa keçir ki, negativ ifadələr cümlə başında olur. Sözönü ilə olan inversiyalarda xəbər keçir önə. Amma inkarlıq önə keçəndə köməkçi feil keçir. Lap bəsit formada deyim. Elə deyil, təsirli feil keçir, təsirsiz feil keçir deyil. Negativ cümlə başındadsa onsuz da köməkçi feillə inversiya edirsiniz. Sözönü ilə olan inversiyalarda da demişik ki, feil və ya sözönü məkanlıq və ya istiqamət bildirməlidir. Orada biraz nə isə səhv yadda saxlamışıq yəqin. Baxırıq ona. The woman said to the young boy. Nəqli cümlədir, yoxsa sual cümləsidir, nəyi çeviririk? Bax, nəyi çevirdiyimizə baxacağıq biz. Baxıram ki, dırnaqdakı ümumi sualdır. Xüsusi sual olsa, xüsusi sual sözünü atmırıq heç vaxt. Amma ümumi sual cümlələrində də sualda said saxlamırıq, ask saxlayırıq, d gedir. Və zət yazmırıq bunların arasında nəqli cümlələri report edəndə zət deyirik. Ümumi suallarda if-dən və və-dən istifadə edirik. Və müəllimlər,
Bu cümləni biz report edəndə dəstlikdə də var. Artıq nəqli cümlə kimi davam etməli idik. Nəqli cümlə kimi olduğu üçün was it olmazdı. Bu da getdi. Və eləcə də ki, itiz elə itiz qalmır ki, baş cümlənin xəbəri said keçmişdədirsə, budaq da, axı sənin burada asked keçmişdirsə necə iz qalsın ki? B variantı yazanlar düz yazıblar. The woman asked the young boy if he knew what time it was. Yəni itizi çevirib it was etdik, nəqli cümlə strukturumuzu qoruduq, B bəndi düzdür. Bir dənə də nida cümləsini dünən demişdiniz ki, nida cümlələrinin bu cür. Düzdür, bunların hamısını işləmişsiniz. İndi təkrar üçün bir dənə də nida cümləsini çevirin zəhmət olmasa. İndi bayaq ümumi sualı çevirdiniz. İndi nidanı çevirin. Bəli, siz soruşmuşdunuz la. Nə düşünürsünüz 11-ci sual üçün? Aferin sizə. Bəli, qəşəng. Bax müəllimlər, bir insan deyir ki, "Vau, nə gözəl güldür." Vau deyirsə mən burada kədər yaza bilmərəm. Burada kədərli bir şey yoxdur, sorru. Təəccüblə, vau bir təəccüb bildirir də, düzdürmü? Tutaq ki, təəccüb bildirir. Deyirəm ki, o təəccüblə bildirdi ki, it is deyir və başım set. Müəllimlər, başım indiki zaman olanda budağı dəyişmir amma zamanını. Amma baş keçmişdədirsə, budaqdakı it is it was olardı. Was it olmur. Was niyə belə ki? Had been heç olmur. Yəni it is niyə had been olsun ki? It is it was olardı da. Bu da had been də gedir. Cavab D-dir. She exclaimed with wonder that, yəni o təəccüblə bəyan etdi ki, bildirdi ki, what a beautiful flower it was. Deməli, bir də Z-lə itli, yəni xəbər mövzusundan bilirsiniz. Z və itli cümlələr və s. Bir də bunu baxarsınız zəhmət olmasa, bu da düşə bilir. Bu sual üçün çox da düşünməyə ehtiyac yoxdur. Bir dənə scanning, look through edib tapacaqsınız. They is, they are. Direkt özündən sonra gələn ismə baxırıq. Yəni, a good show program. İki isim yan yana gələndə həmişə ikinci tərəfə baxın. Əgər ofsuzdursa iki isim, ikinciyə baxıram. Proqram təkdir, eynən düzdür. Cattle onsuz da topludur, cəmdir, cattle. Ona görə arla düzdür. There has never been anyone. Törəmələrin xəbəri tək olur. İnkardan sonra any düzdür. D səhvdir. Niyə səhvdir? Z will. Ümumiyyətlə, bunun ən rahat yolu budur ki, shall, will, should, would, modal feil, direkt feil istəyir. Deyir ki, feil yoxdur, mənə ona be ver. Yəni, mütləq feil ver. Will suit case olmazdı. Z-yə willdən sonra acaq-əcək deyirsiniz. Acağı demisiniz, amma feili deməmisiz. Olacaq, gedəcək, gələcək. Willdən sonra B-si yoxdur deyə D səhvdir. Amma bu düzdür. 5 şagird cəmdə olduğu üçün bölüşdədibdir. Bəli, Günə Cənnətov ola bilər. İndi bir dənə də zeri, zera və itli cümlə işləyək. Bəzən belə sadə şeylərdə müəllimlər çaşa bilirlər, yəni. Biləsiz. Diqqətsizlik. Ani bir diqqətsizlik cavabı səhv aparır. 12 D oldu, bəli.
Müəllimlər, hər axşam 20:30-da qarışıq testlər işləyirik. Siz mixçilər də indi sertifikasiyalar gedəcək, siz yenə də davam eləyəcəksiniz. Hər gün qarışıq testlər işləyəcəksiniz və bir tərəfdən də sınaqlarda da onsuz da hamısı qarışıq testlərdə işləyəcəksiniz oradan. Yetər ki siz işləyin. Bax, one of my colleagues at the party deyir. Sizcə mən bu xəbəri təkdəmi götürüm, cəmdəmi götürüm? One of my kolleqalarımın hamısını desəydi, cəm götürərdim, amma biri deyir. Gəlin arları, vörləri çıxaq. Və sonra mixçilərə yazıq ağır testlər olur. Keçən miqlə sertifikasiya demək olar yaxın səviyyədə idi. Ona görə də hələ bilmək olmaz nə olacaq, necə olacaq. İndidən narahat olmayın. Is there A variantından baxıram. Is there one of my colleagues at the party? Yəni partidə iş yoldaşlarımdan biri varmı? Deyir it is a pity ifadəsidir. Bəli, it is a pity təəssüf ki deməkdir. It's a pity I can't deyir. Yəni təəssüf ki məlumat verə bilmirəm. It is a secret party. Bu gizli bir partidir. Müəllimlər, hardasa nəsə var desə zeri-zira deyərəm mən. Zeri-zira hardasa nəsə vardır. Amma dırdir deyirsinizsə, bu gizli partidir, maraqlıdır, hava darıxdırıcıdır, dərs faydalıdır. Bunlar hamısı it is it was'dur. Amma zeri-zira deyəndə siz orada məkansallıq istəyir və hardasa nəsə var deyərdiniz. Bəli, doğru cavabımız A bəndidir. Bir dənə də baxaq zeri-zira itli tipli cümlələrə. Əlavə testlərdə hazırlamışam. İnşallah miqlər istəyər, arada bir miqlərə də paylaşarıq. Bəlkə belə public canlılar qoşularlar. Yəni, olar. Sonda bizi motivasiya eləyin sabah üçün. Baş üstə, baş üstə. Sizin motivasiyaya ehtiyacınız yoxdur ki, siz özünüz onsuz da hazırsınız. Birazdan siz özünüz cəmaata motivasiya verəcəksiniz. Siz gələn il, siz indi kolleqalarınız gələn gedəcək və siz onlara tövsiyələr verəcəksiniz ki, bax imtahanda nəyi edin, nəyi edin, necə etməlisiniz. Artıq təcrübə yığacaqsınız və bu çox gözəl bir şeydir. Some more jars of honey. Diqqət edirəm nəyə? Teacherlər. Sadəcə honey desə, dərd yarı. Amma honey ilə qalmır. Of'un önünə baxıram ki, cəm forma veribdir. Deməli, təkcə honey olsaydı iz götürərdim mən. Arla gedəcəm. Və digər tərəfə, the only food that doesn't spoil. Deyir ki, belə deyək də, some more jars of honey, yəni bir neçə bal bankası var deyir burada. Və bu xarab olmayan yeganə yeməkdir. Yəni bal yeganə ərzaqdır ki, xarab olmur deyir. Burada da nə verməliyəm? Z, is, z, are deyə bilərəmmi müəllimlər? Xeyr. Yəni bu hardasa yemək var demir. Sadəcə deyir ki, bal xarab olmayan yeganə qidadır. Amma desəydim stolun üstə bal var, zira verərdim. Bu dırdirlərdir, varlardır. Bunlara da fikir verərsiniz. B variantımız düzdür. İstəyirsinizsə artıq sualları saxlaya bilərik. Məncə siz yaxşı da hazırsınız. Qəşəng. Yəni onsuz da hər şeyi canlıda etmək olmaz. 15-i də eləyək baş üstə. Gözüm üstə. Bir dənə də sual cümləsindən bağlı 15 işləyək. Mən lap 1 saatda işləyərəm hələ. Davam edək teacher please. Buyurun. Leylayları deyin də. Leylayların da elə gözəl izahını paylaşmışam. YouTube'da yazsaz confusing verbs Ülkər Hacıyeva. Onları oxşadıb, bəziyib, düzüyüb elə gözəl rahat öyrənirik ki. Elə o dərsi paylaşmışam public YouTube'dakı hamı öyrənsin. Dərsdən sonra girin baxın. Tətbiqdə izah etdiyim dərsi müəllimlərə public paylaşmışam. YouTube'da yazsalar confusing verbs Ülkər Hacıyeva görəcəklər yəni. Görürsünüz, sizdən əvvəlki müəllimlərimiz qoşulublar. Biri yazır 54 yığmışam, 56 yığmışam, 57 yığmışam. Sağ əliniz sabahkilərin başına. İnşallah yaxşı olacaq. Deyirlər ki, 100% Y-dir teacher. Özümüzə çox güvənirik biz bu sualda. Y yazmışsınız. Yaxşı. 100% Y-dir deyirlər. 100%. Bəlkə faizi salaq biraz. Famous last words. İngilislərin bir idiomu var.
Famous last words. Əvvəldən desənə 100% budur, sonra səhv çıxdı deyəndə olur famous last words. Deməli, baxaq. Who sleep more than an hour? Deyir ki, bir saatdan çox kim yatır? Müdavimlərə baxıram ki, ya nə badə yatasız, dərsinizi oxuyursunuz. Sonra deyirəm, kim yatır bir saatdan çox? Sizcə burada nə olardı? Əgər görürsə indiki sadə zamandır, mübtədanız who'dur, what'dur, xəbəri tək verməliydik, sleeps olardı. Bəs B variantı, who does sleep more than an hour? Teacher, mübtədaya sual vermisinizsə, müəllim, mən hardan bilim, bu axı hu mübtədaya da sual verir, tamamlığa da sual verir. Mənim başım qarışır. Onda deyəcəm ki, baxın görək, do does'dan sonra mübtəda görürsünüzmü? I, you, he, Ülker, she görmürsünüz. Mübtəda burada yoxdursa, deməli mübtədanın özü who'dur. O zaman da köməkçi feil olmurdu. Mübtədaya sual verəndə o zaman köməkçi feil olur ki, o cümlə inkar olsun. Mən who not deyə bilmirəm deyə who doesn't speak deyirəm. Who doesn't come deyirəm. Amma təsdiqdə biz durub köməkçi feili vermirik. C variantı. Who do you want to sleep more than an hour? Sizcə bu cümlə düzdür, yoxsa səhvdir? Who do you want to sleep? Sən kimin bir saatdan artıq yatmasını istəyirsən? Who do you want? O da deyir ki, baby'nin yatmasını istəyirəm. Ya da ki, teacherlərimin yatmasını istəyirəm. Yorulublar. Saxlayaq bunu, çünki köməkçi feil, mübtəda, xəbər, who do you want to sleep more? Hələ ki, saxlayaq. Burada bir səhv görülmür. Who you want? Axı, ay teacher, burada you varsa bu mübtədaya sual verməyibdir. Mübtədaya sual verməyib, tamamlığa sual verirsə mütləq köməkçi feil olardı burada. Hanı ki, yoxdur. Tamamlığa sual vermişəmsə mütləq köməkçi. Bəs Y, whom does she want to invite to the party to? Bəs bu? Bəli, kimi dəvət etmək istəyir partiyə? Yəni, burada to invite to the party dedin, yaxşı, bunu başa düşdüm bu to'nu, want-un to'sudur. Bunu da başa düşdüm, invite-ın to'sudur. Bəs bunu hara yazım? Bunu hara edək bu to'nu? Bu nə üçün buradadır? Onsuz da whom kimədir? Ona görə də bunların da söz önüsü var deyə bu da səhv oldu. Cavabımız C variantı oldu. Bir dənə də tag question işləyək əmr cümləsində. Bura nəsə əcaib bir yazı düşübdür. Buna bəndə olmayın. Cavab C. Korrekt seçdik də C variantı seçdik. 16. Orada deyək ki, kimin yatmasını istəyirsən bir saatdan artıq? Belə deyək. Sən kimi istəyirsən ki, yatmış görəsən? Yəni, orada kimin deyib özünə sonra isim yoxdur, whose verəsiz. Ümumiyyətlə, müasir ingilis dilində who-mu əvəz eləyir onsuz da. Who'mun əvəzinə who verə bilirik, kimi mənasında. Harada whom olur, onların əvəzinə biz who verə bilərdik. 16-ya da Y yazmışsınız. Müəllimlər, A-da nə səhvdir ki, don't close the door, don't do you demişik da. Burada nədir ki səhv A-da? Çünki əmr cümlələrinin tagını teacher will you veririk. Necə do you? Olmaz. Bəs B variantı niyə səhvdir ki? Aren't they? Axı, almalar cəmdədir. Eating a lot of apples deyir. Teacher, almalar demir ki, deyir ki, almaları yemək faydalıdır. Gerunddur. Niyə Z verirsiniz gerund? Axı, gerund sayılmır, it olmalıydı. Bəs C niyə səhvdir ki? Who was the first test written? Kim tərəfindən yazılıb demək istəyirsənsə test, by-ı verməliydin. Who was the test written by? Bəs D niyə səhvdir ki? Who was invited him to the party by? Özüm də çaşdım bu nə deməkdirsə. Who was invited him nədir ki? Kim dəvət edilibdir onu? Yəni, məchul vermisənsə invite-ın tamamlığını verməməlisən. Kim tərəfindən dəvət? Yəni, bu ümumiyyətlə səhv cümlədir. Who was invited to the party olardı. Deyərdim ki, partiyə kim çağırılıb? Amma invite çağırmısan onu tamamlıq yanında. Bu necə passiv oldu daha? How is it being controlled now? Bəs bu? How is it being controlled now? Present continuous'dur. Bu necə kontrol olur? Yəni, bu necə işləyir deyə bilərsiniz. Y düzdür. Gəlin saxlayaq artıq və artıq ayrıla bilərsiniz. Gedib dincələ bilərsiniz.
Bugünlük bu qədər bəsdir. Onsuz da bütün mövzuları bir canlıda işləmək qeyri-mümkündür. Əminəm ki, özünüz özünüzə də yatanda pozitiv mesaj verin ki, sən artıq əlindən gələni etmisən, sən çalışmısan, bacardığına uyğun da gedib yazacaqsan. Yəni sizdən heç çalışmayan adam, məsələn 30 bal həmişə yığan adam demirik ki, ged orada 60 yığ. Minimum inşallah sabah ekranda hər kəs 30-u görər, amma ümid edirəm ki, çoxunuz elə hər biriniz 51 plus balla tiçənizə zəng vuracaqsınız və o şad xəbəri mənə çatdıracaqsınız. Mən də sizdən səbirsizliklə mesajlarınızı gözləyəcəm. Yazarsınız mütləq nəticələrinizi, suallardan, yadınızdan qalanlardan paylaşarsınız və biz də onlardan testlər hazırlayarıq. Sabah dərs olacaqmı yazmısınız? Təbii ki, teacherlər, biz sertifikasiya verənləri yola salacağıq və miqlərlə dərslərimiz hələ miq imtahanına qədər davam edəcək. Sabah dərsimiz yenə öz qaydasında axşam 20:30-da olur, özünüz bilirsiniz. Oldu müəllimlər, gecəniz xeyrə qalsın, özünüzə yaxşı baxın. Dünyanın sonu deyil, sadəcə imtahandır. Mənim sizə heç motivasiya verməyimə də ehtiyac yoxdur. Siz özünüz hər şeyi çox gözəl başa düşürsünüz. Sadəcə mən özümün ürəyim arxayın olsun deyə deyirəm. Mən bilirəm ki, siz çox gözəl bilirsiniz hər şeyi. Sağ olun. Uğurlar.